demokratik dövlət. 10 dəfə bu hökumətləri yıxsalar, yenə də Azərbaycan xalqı qalxacaq, yenə azadlıq istəyəcək, yenə demokratik dövlət istəyəcək. Bu millətin içərisində bəzən deyirlər ki, güclü əl lazımdır, vurmaq lazımdır. Bu dövləti qorumaq üçün deyirlər ki, bir güclü əl olsun, bunu saxlasın. Onun içində o güclü əl gəlib, doğrudan da başlasa əzməyə, deyəcəklər ki, başça sənadını gələcək. Millətin içində həm dövlətini qorumaq üçün hər şeyə əl atmaq istəyir. Ki, nə cür olur olsun, dövlətimiz qorulsun, saxlansın. Amma bir tərəfində içində bunun ədalət hissi var. Mümkün deyil. Ədalət hissi varsa, ədalətə haqqa talib millətdirsə, hökmən demokratik dövlət axtaracaq. İndi deyirlər, Heydər Əliyev gəlib hakimiyyət düzəltdi. Bu nə qədər yalan. Əgər Əbülfəz Elçin bəy və parlament sədri İsa Qəmbərov və baş nazir Pənah Hüseyin mənə müraciət etməsə və təkidlə mən Azərbaycan dəvət etməsə, mən öz başına burada dünyasında gəlməzdim. Nə qədər siz, ziyalılar, bizlər bizə xahiş etməsə. Çünki o belə çıxacaqdı ki, mən gəlib bunları yıxmaq istəyirəm. Mən bunu etməzdim. Siz bilirsiniz, bunlar hamısı məlumdur. Mən iyun ayının 9'unda bura gəldim, mən etiraz etdim. İyun ayının 15'inde ancaq mən razılıq verdim. Və ona görə də razılıq verdim, getdim Gəncəyə, vəziyyəti gördüm. Gördüm ki, Azərbaycan dağılır. Azərbaycan yarısı artıq Azərbaycan. Burada olar, prezident təsdiqatı deyirlər ki, prezident çıxsın. Bugün deyirlər ki, prezident istifa versin. Sabah yazdılar ki, prezidentə toxunmaq olmaz, prezident ali hakimiyyətdir, biz onu çox sevirik, onun arxasında dururuq. Başqaları çıxsın. O birisi geçir, şuar dəyişilir. Bugün geçir, şuar dəyişilir. Və axırda belirlər ki, bütün hakimiyyətdə olanlar istifa versinlər prezidentdən başqa. Bu bilirsiniz, təfriqələr, təxribatlar, şübhə salmaq, hamıdan şübhələndirmək və yuxarıda aparatı dağıtmaq. Bu vallahi nə bir Gəncəlinin, nə bir Bakılının, nə bir Şəkilinin düşüncəsidir. Bu çox ustalıqla işlənmiş, böyük imperiya siyasətlərini yürüdən insanların siyasətidir. İşin gedişindən bilirsən ki, bu şahmatı o oynaya bilməz, bunu başqası oynayır. İşin gedişindən bilirsən ki, bu fırlağı o qura bilməz, bunu başqası qurur. Bu, Azərbaycan hakimiyyətinə qarşı zid qurur. Qüdrət Hüseynov suyu yıxmaq istəyir. Və Qüdrət Hüseynov oktyabr ayında Azərbaycanda yeni çevriliş etmək istəyirdi. Niyə haradaydınız siz? Niyə gəlib mənə kömək etmədiniz? Niyə mənim əlimdən tutmadınız? Xalq gəldi, siz gəldiniz, çox sağ olun. Millət mənimdir. Amma onlar durmuşlar kənarda. Göy koy vursunlar, görə nə olar, biz onu neyləyirik. Bilirsiniz, burada əqidə yoxdur. Burada hakimiyyət xəstəliyidir bu insan. Yaxud götürün o Rövşən Cavadov'un, bir o Rövşən Cavadov'un değil. Bu məlumdur. Oktyabr hadisələrində də xarici xidmət orqanları iştirak edir və mart hadisələrində xarici xidmət. Əxtər müəllim yaxşı bilir. Mən nə qədər ondan xahiş edim vasitəçilik etsin. Həm oktyabr hadisələrində, həm də ki mart hadisələrində. Nə qədər vasitəçilik etməkdir. Amma sonra nə məlum oldu? Məlum oldu ki, bəli, Əvvəl Elçibəylə bunlar danışıb aparıblar. O bir işə razılıq veribdir. Hemen o Dəmirqul neçə dəfə gelmişdir, mütələkiyə başqaları. Tofiq Qasımov, Müsavatın nümayəndəsi bu işdə iştirak edibdir. Başqaları iştirak ediblər. İndi belə bir faciəvi vəziyyət yaranır ki, burada həm Moskvanın əli var, həm Türkiyədən bəzi dairələrin əli var, həm də bunların əli var. Yaxşı, mənim canım bizən, indi Allah bu canı verib havasını salacaq. İndi bu hadisə baş versəydi, siz təsəvvür edin orada. Təsəvvür edin. Yaxşı, bunda var. Başqa terror hadisələrdə, mən bunları demək istəmirəm. Bu günləri bu Milli Təhlükəsizlik Nazirliyi mənə məlumatı çatdırıb, onlar yəqin yayıblar. Qüdrət Hüseynov ki, burada 96-cı ildə Moskvada oturmuşdu, böyük bir qrupla yarattı, yenidən çevriliş etmək istəyirdi. Şübhəsiz ki, Mütəlliboğlu'na və Rəhim Qazim'lə birlikdə orada biz bunun qarşısını aldık. Bir tərəfdən Amon buradan gəlib geçmişdir. Dağıstan'dan gəlib geçmişdir. Bilirsiniz, Qazaqda oturmuşlar 96-cı ildə. Bir tərəfdən də Qüdrət Hüseynov'un qrupası.
İndi onlardan biri ən belə faal, hansı ki Kilder'lə danışmışdı ki, Heydər Əliyevin öldürmək lazımdır. Onu bu günlərdə yaxalayıblar, ifadə verir. Bir günlər məlumat vermədilər onlara. Azərbaycanlıdır. Bəli, Azərbaycanlıdır, Sürət Hüseynov bacanağıdır. Sürət Hüseynov bacanağıdır. İndi mənə nə lazımdır ki, yaxşı, bu bir dənə canım var, mən oturum. Orada, burada məni güllələyəcəklər, burada güllələyəcəklər, orada nə bilim, mənə bomba atacaqlar, burada raket atacaqlar. Nə lazımdır mənə? Gözümdə 76 yaşım. Mən bir günlər çıxıb gedə bilərəm. Gün çıxıb gedə bilərəm. Gelib evdə otura bilərəm. Mənə başqa hiçbir şey lazım deyil. Ancaq siz mənim üzərimə başlayın. Ben bu məsuliyyəti Cənab Heydər Əliyev, deyirsən ki, həqiqətlərdən, yanlıqlardan, nəbirdarlıqdan ki, Azərbaycan müstəqilliyini qorumağa iş olsun. Buna biz saxlayırıq. Azərbaycan istiqlalını alanlar qudra qızılda oturur. Və bir hissəsi də həbsxanalarda, bir hissəsi də vətən yolunda şəhid. Demokratik dövlət. 10 dəfə bu hökumətləri yıxsalar, yenə də Azərbaycan xalqı qalxacaq, yenə azadlıq istəyəcək, yenə demokratik dövlət istəyəcək. Bu millətin içərisində bəzən deyirlər ki, güclü əl lazımdır, vurmaq lazımdır. O dövləti qorumaq üçün deyirlər ki, bir güclü əl olsun, bunu saxlasın. Amma içində o güclü əl gəlib, doğrudan da başlasa əzməyə, deyirlər ki, baş kəsən ardın gəlməyəcək. Millətin içində həm dövlətini qorumaq üçün hər şeyə əl atmaq istəyir. Ki, nə cür olursa dövlətimiz qorulsun, saxlansın. Amma bir tərəfində içində bunun ədalət hissi var. Mümkün deyil. Ədalət hissi varsa, ədalətə haqqa talib millətdirsə, hökmən demokratik dövlət axtaracaq. indi deyirlər Heydər Əliyev gəlib hakimiyyəti zəbt edir. Bu nə qədər yalan. Əgər Əbülfəz Elçibəy və parlament sədri İsa Qəmbərov və baş nazir Pənah Hüseyin mənə müraciət etməsə və təkidlə məni Azərbaycan dəvət etməsə, mən öz başıma burada dünyasında gəlməzdim. Nə qədər siz, ziyalılar, polislər bizdən xahiş etməsə. Çünki o belə çıxacaqdır ki, mən gəlib bunları yıxmaq istəyirəm. Ben bunu etmezdim. Siz bilirsiniz, bunlar hamısı məlumdur. Ben iyun ayının 9'unda buraya geldim, ben itiraz ettim bir şeyden. İyun ayının 15'inde ancak ben razılık verdim. Ve ona göre de razılık verdim, gittim Gəncəyə, vəziyyəti gördüm. Gördüm ki, Azərbaycan dağılır. Azərbaycan yarısı artık Azərbaycan. Burada olan prezident təxirkardır, deyirlər ki, prezident çıxsın. Bugün deyirlər ki, prezident istifa versin. Sabah yazdılar ki, prezidentə toxunmaq olmaz, prezident ali hakimiyyətdə biz onu çox sevirik, onun arxasında dururuq. Başqaları çıxsın. O birisi geçir, şuar dəyişilir. Bugün geçir, şuar dəyişilir. Və axırda belə deyirlər ki, bütün hakimiyyətdə olanlar istifa versinlər prezidentdən başqa. Nə oyun? Bilirsiniz, təfriqələr, təxribatlar, şübhə salmaq, hamıdan şübhələndirmək və yuxarıda aparatı dağıtmaq. Bu vallahi nə bir Gəncəlinin, nə bir Bakılının, nə bir Şəkilinin düşüncəsi deyil. Bu çox ustalıqla işlənmiş, böyük imperiya siyasətlərini yürüdən insanların siyasətidir. İşin gedişindən bilirsən ki, bu şahmatı o oynaya bilməz, bunu başqası oynayır. İşin gedişindən bilirsən ki, bu fırındağı o qura bilməz, bunu başqası qurur. Bu Azərbaycan hakimiyyətinə qarşı zid quldur. Sürət Hüseynov suyu yıkmak istiyor. Ve Sürət Hüseynov oktyabr ayında Azerbaycan'da yeni çevriliş etmek isteyirdi. Niye hardaydınız siz? Niye gelip bana kömək etmediniz? Niye benim elimden tutmadınız? Halk geldi, siz geldiniz. Çok sağ olun. Millet memnun. Ama onlar durmuşlar kenarda. Koy vursunlar göre ne olar biz sonra ne edeceğiz? Bilirsiniz, burada əqidə yoktur. Burada hakimiyet xəstəliyidir bu insan. Yahut götürün o Rövşən Cavadov'un, bir o Rövşən Cavadov'un değil mi? Bu məlumdur. Oktyabr hadisələrində də xarici xidmət orqanları iştirak edirdi və mart hadisələrində xarici xidmət. Əhdər müəllim yaxşı bilir. Mən nə qədər ondan xahiş edim vasitəçilik etsin. Həm oktyabr hadisələrində, həm də ki mart hadisələrində. Nə qədər vasitəçilik etməkdir. Amma sonra nə məlum oldu? Məlum oldu ki, bəli, Əvvəl Elçibəylə bunlar danışıq aparıblar. O bir şey razılıq verildi.
Hemen o demir kol neçə dəfə gelişdi, belediye başkaları. Tevfik Kasımov, Müsavat'ın nümayəndəsi bu işdə iştirak edibdir. Başkaları iştirak ediblər. İndi belə bir faciəvi vəziyyət yaranır ki, burada həm Moskvanın əli var, həm Türkiyədən bəzi dairələrin əli var, həm də bunların əli var. Yaxşı, mənim canım bizən, indi Allah bu canı verib havaqsız alacaq. İndi bu hadisə baş versəydi, siz təzəvvür edin olacaq. Təzəvvür edin. Yoxsa, bunda qalır. Başka terror hadisələrdə, ben bunları demək istəmirəm. Bu günləri bu Milli Təhlükəsizlik Nazirliyi mənə məlumatı çatdırdı, onlar yəqin yayıblar. Suriyat Hüseynov ki, burada 96-cı ildə Moskvada oturmuşdu, böyük bir grup yarattı, yeniden çevirmişdi. Şüphesiz ki, Mütəllibovla ve Rəhim Qaziyevlə birlikte orada biz bunun karşısını aldık. Bir taraftan Amon buradan gelip geçmişti. Dağıstan'dan gelip geçmişti. Bilirsiniz, Kazak'ta oturmuşlar 96'da. Bir taraftan da Suriyat Hüseynov'un grupası. İndi onlardan biri, ben böyle faal hansı ki Kilder'le danışmıştı ki Heydər Əliyev'in öldürmeye lazım. Onu bu günlerde yakalayıplar, ifade verir. Bir günler məlumat vermediler onlara. Azərbaycanlıdır. Ben Azərbaycanlıdır, Suriyat Hüseynov'un bacanağıdır. Suriyat Hüseynov'un bacanağıdır. İndi mənə nə lazımdır ki, yaxşı, bu bir dənə canım var, mən oturum. Orada, burada məni güllələyəcəklər, burada güllələyəcəklər, orada, nə bilim, mənə bomba atacaqlar, burada raket atacaqlar. Nə lazımdır mənə? Gözümdə 76 yaşım. Mən günlər çıxıb gedə bilərəm. Gün çıxıb gedə bilərəm. Gelib evdə otura bilərəm. Mənə başqa hiç şey lazım deyil. Ancaq, bilirsiniz, mənim üzərimə məsuliyyət. Ben bu məsuliyyəti Cənab Heydər Əliyev, deyirsən ki, həqiqətən yalnızdan, əmrqanlıdan ki, Azərbaycanın müstəqilliyini qorumağa iş olsun. Bunu biz saxlayırıq. Azərbaycan istiqlalını alanlar qudramız altı olur. Və bir hissəsi də həbsxanalarda, bir hissəsi də vətən yolunda şəhid olur. Bakın, parlamenter hizmete girdiler. Siz orada durup dersiniz ki, getmek lazımdır, asmak lazımdır, dağıtmak lazımdır. Kendilerine karşı başınlar gerektir. Kendilerine kahramanlar, öldürdür kendi yere. Kendi vatanınızda gelebilmezler, kendi vatanınızda gelebilmezler, kaçtırırsınız kendinizi. Vatandaşlarla sizin başınızı örtseydiniz. Kendilerine başını vurdurmak isteydiniz. Bakır'dan kendilerine birbirine arka başlarınızı hücum edemeye. Bakır'dan derindeki bizden gene kaldır ki, kendilerine üstümüze gelir. Kendilerine üstümüze gelir. Tekrar kalmışsın, Bakır'ın üstümüze gelir. Azerbaycan'ı bölürsünüz. Onların arasında olan sebepler verilir ki Bakır'dan şaşırı birbirini kırmağa dinlerinde. Ne denir? Ve biz hakimiyette olmamış, hakimiyette siz olmamış. gittim Gəncəyə, vəziyyəti gördüm. Gördüm ki, Azərbaycan dağılır. Azərbaycan yarısı artıq Azərbaycan hükümetinin elinden çıkmıştı. Lənkəranda artıq bir cumhuriyet yarandı. Şimdi burada ben gittim nətərdir, özüm attım odun işine. Ne olur ola. Ama neçə dəfə mənim əleyhimə terrorlar hazır. Mən ki gəldim onların Masını durdurmaq, xalqların müstəqillik hərəkatı dayandırmaq üçün Prezident Elçibəyi devirmək qərarı və bundan ötürü davamlı cəhd edilir. Nəhayət Rusiya və İran xalq tərəfindən seçilmiş Azərbaycan Prezidenti Elçibəyi silah gücü və yerli əlatıları vasitəsilə devirir. Moskva bu işe çok ciddi yanaşır. Moskva bura milyonlar, milletler tökülmesi. Moskva Suriyat Hüseynova pul vermişti, askerlere paylaştırdı. 16 milyon rubl öyle bir defiye göndermişti. Yani bilirdik. Moskva'da ve diyor muydu? Suriyat Hüseynov Gəncədə deyildi, çörək pulsuz olacaq. Ne bileyim, askerlere pul paylaştırdı. Kesin ediyor. Suriyat işləməklərində size maaş verir. Girip bizim hisselere, bizim hisselerde de el altları var. Girip hisselere askerlere gizli kalbacı koyup, sonra size ayda 300 verip evde size hissettirir. Küsse sana biraz 500 verir. Orada əməlli olacak. Bu Rusya təşkilatı için Rusya burada elinde oynattı. Süreç söylüyoruz. Hem gaz, elçiler mümbət oldu. Birçok var. Oynattı. Beləliklə, Xalq Cəbhəsi hakimiyyətinin bir illik
idarə etməsi, xalqın istəyi və seçimi ilə prezident kürsüsünə yüksələn Elçibəy hakimiyyəti Azərbaycanı parçalayan, istismar edən qüvvələr tərəfindən devrildi. Rusya generalı Drakov bir Vladimir Rusya generalı durup aramızda Azerbaycan'ın gelecek prezidenti İlhan Gaziyev sonra süreç sonra olan gruplardan Azerbaycan'ın gelecek prezidenti süreç sonra bunlar istediler şey yapıyor.